belə ani oldu. Sanki hiss edirdim ki, bir həyat tərzindən bir uyğunluğu vardı. Yəni bu sahə mənim üçündür deyə bir hiss var idi içimdə. Mən Sona Babayeva Ev Akademiyada rəqəmsal marketinq üzrə təhsil almışam və hal-hazırda rəqəmsal marketinq mütəxəssisi olaraq fəaliyyət göstərirəm. İlk dərslərə qatıla bilməmişdim. Sadəcə həyəcanlandığımdan saydı ki, yer tapmayacağam atmağa. Mən təzə dərslərə başlayanda ümumiyyətlə ev tapşırıqlarına falan heç nə başa düşmürdüm. Gedirdim evə, ev tapşırığına baxırdım və elə bilirdim ki, bu səhvən bizim ev tapşırığı kimi verilib, amma əslində bizim ev tapşırığı deyil. Sonra müəllimdən soruşurdum, hətta çox çəkinirdim qrupda yazmağa. Yəni bu qədər cahil olduğumu bildirmək istəmirdim. Yəni tələbələr var idi ki, onlar sıfırdan gəlməmişlər. Mən tam sıfırdan başlamışdım bu sahəyə. Ümumiyyətlə heç nə bilmirdim. Kursun 3-cü ayında artıq işə girdim. Metada reklamlar qoyuram, Google-da veb-sayt idarə edirəm, sosial mediaları idarə edirəm, Facebook, Instagram, LinkedIn. Sırf öz biznesim var və onun rəqəmsal marketinq tərəfini özüm idarə edirəm. Bu tərz bir şeylər görürəm. Öyrənmək istədikləri sahəni həqiqətən də onlar onu istəyirlərmi? İlk bunu bilmədilər və sonra da yəni sadəcə həvəsli olmalıdırlar. Bu qədər yəni.